dindarlığın ən böyük bəlası qürurdur, qürur, özündən razılıq, təkəbbür. Dindarın ən böyük bəlası budur ki, hey gözü günahkarlara baxır, Ramazan ayında isti gündə oruç tutur, baxır biri küçədə siqaret çəkə-çəkə gedir, özündən razı olur, özünü qəhrəman bilir, yavaş-yavaş başı qalxır, yavaş-yavaş qolunun altına qarpız ki, mən oruç tuturam, bu bədbəxtə bax, bu biçarəyə bax, filan, onunla da bədbəxt oldu. Onunla da bədbəxt oldu. Amma mömin o adamdır ki, baxsın desin, o məndən üstündür. Düzdür, oruç tutmayıb. Amma mən bilmirəm, Allahın məndən gözləntisi nədir, ondan nədir, o hansı mühitdə formalaşıb, o nə qədər həqiqətdən başa düşüb, mən nə qədər başa düşmüşəm. Dindarlıq budur ki, artdıqca baş aşağı düşsün. Dindarlıq budur. İnsan daha borclu hesab eləsin özünü. Yolu getdikcə başın qalxırsa, ayağın altın görmürsə, bil ki, təhlükəli yoldasan. Bil ki, təhlükəli yoldasan. Dindarlıq budur ki, artdıqca narahatçılıq da çoxalsın. Özdə bu istirab acı istirab deyil, stres deyil bu. Stres deyil bu. Bu istirab şirin istirabdır, şirin qəmdir. O adam ki, daha yaxşı olmağın qəmi ilə qəmlənir, onun qəmi onu yormur, onu stresə salmır. Bu qəm insana xoşluq verir, sevinc verir eyni zamanda. O adam ki, inkişaf etmək qəmi ilə qəmlənir, onun qəmi də şirindir, qəmi də dadlıdır. İnsan diyandısa xarab olur, vücudu, üzr istəyirəm sizdən, iylənir, pis qoxu verməyə başlayır. Təzkiyənin mənası budur ki, yuxarı getdikcə get, bir hədd yoxdur, dayanmaq ölümdür bu yolda. Biri ki, yaxşı adam oldu, biri dinə gəldi, demir, vəssalam, şükür, bitdi, belə deməyək. Biri dinə bugün gəldisə, deyək, maraqlıdır, görək, axırı nə olacaq, maraqlı budur. Görək, yaxşılıqlarda hara qədər gedəcək, yol indi başlanır. Maraq bundan sonradır. Görək, nə qədər gedəcək. Yaxşı adam diyandısa, ən qatı cinayətkara çevrilir. Da nə deyim sizə? Nə deyim bundan artıq nə deyim? Şeytanın günahı nə idi? Şeytanın günahı bu idi ki, diyandı. Oldu şeytan. Şeytan olmağın yolu budur, mənəviyyatda diyanmaq. Tarixə baxın, yaxşı olub, yaxşılıqda diyanan insanlar elə cinayətlər eləyib ki, heç bir zina eləyən, şərab içən o cinayətlər eləməyib. Tarixin bütün cinayətlərini kim eləyib? İmam başı kəsənlər kimlərdir? Dinə gəlib, dində bir sıra əməllər eləyib, qürura qapılıb, özündən razı olub diyanan adamlar. Bundan o yana nə deyim sizə? Görün, hansı cinayətlərə imza atıblar. Sizcə bu təsadüfdür İbn-i Mülcəm Əlini öldürsün. Sizcə bu təsadüfdür Şimr İmam Hüseynin başını kəssin. Allah bir araq içən, bir zina eləyən tapmırdı ki, gəlsin Əlini öldürsün. Allah bir günahkar oğurluq eləyən tapmırdı, gəldi İmam Hüseynin başın bədənindən ayırsın. Xeyr, İmam Hüseynin başın bədənindən ayıran piyada 20 neçə dəfə həccə gedən adam olmalıdır. Belə adamların içindən birini seçir.